Hər vaxtınız xeyir. Qusarın ən prestijli və ən dəbdəbəli ailəvi kafe restoranlarından biri ilə sizi tanış edəcəm. Doğmalarınızın, əzizlərinizin ən gözəl günlərini unudulmaz və yadda qalan etmək üçün mütləq və mütləq Rancher ailəvi kafe restorana gəlməlisiniz. İlk olaraq daxil oluruq Rancher'in bu qapalı zalına. Belə maraqlı dizayn edilmiş və maraqlı interyerə malik ailəvi əraziyə. Ailəvi ərazidə deməli yumşaq divanlar, eyni zamanda bax belə maraqlı masalar var. 40 nəfərdən artıq qonaq tutumuna malikdir və qalxaq yuxarı. İkinci mərtəbədə də bax belə bruslardan hazırlanmış tam orqanik, təbii dizayn edilmiş otaqlardır. Burada eyni ilə 8-10 nəfər qonaq tutumuna malik belə bir Qusar çayına və meşə ərazisinə baxan terrası. Eyni ilə həmin otaq üçün və qarşıdakı otaqlar üçün əl yuma otağı, əl yuma ərazisi tam təmiz və səliqəli. İkinci mərtəbənin ikinci pozisiyasında da bax burada qonaqlar var hal-hazırda və onunla üzbəüz yenidən bir otağımız var. Bura 5-10 nəfər qonaq tutumuna malik və eyni zamanda terası olan, geniş terası olan bir otaq. Nəzərinizə çatdırmaq istəyirəm ki, buranın döşəməsi isti döşəmədir və belə bir otaq da var. Yerdə oturmağa üstünlük verən müştərilər üçün belə bir otaq da var. Geniş, Qusar Şahdağ yoluna baxan, terasa malik olan, çöldə də 2 nəfərin, 3 nəfərin əyləşməsi üçün masalar qoyulub. Çaya üstünlük verən və çayın həvəskarı olan qonaqlarımız üçün ev şəraitində hazırlanmış belə şirniyyatlar da var. Necə deyərlər, premium şirniyyatlar. Cappuccino, latte, americano, espresso və bir sözlə kofeyə aid bütün çeşidlər Rancher'də var. Rancher'in mətbəxi də çox zəngindir. Elə milli mətbəximiz qədər. Bu məkanda ət və balıq məhsulları odun təndirində bəhbəhlə peşəkar ustalar tərəfindən bişirilir və qonaqlara təqdim olunur. Təbiət qoynunda da dincliyi düşünən müştərilər üçün Rancher belə bir ərazini fikirləşib. Yəni bu ərazi həm açıq məkandır, həm də qapalı məkandır. Cam balkon dediyimiz bax bu vasitədən ibarətdir. Pəncərələrdən həm açıq havada əyləşə bilərsən, həm də qapalı olaraq isti döşəmədən ibarətdir. Çox istidir, interyeri çox maraqlıdır. 40 nəfər qonaq tutumuna malikdir.